Salam, hər vaxtınız xeyir olsun, dəyərli yoldaşlar. Sınaqların izahlarına davam edirik. Mahir Sərkərli və Fuad Quliyevin müəllif olduğu Coğrafiya sınaqlar toplusu 13-cü sınavın izahına baxırıq. Bildirmək istəyirəm ki, siz müəllimlərin şəxsi qəbul imtahanı və sertifikasiyanın imtahan mərhələsinə hazırlaşırsınızsa, bu sınaqlar toplusunu işləmək vacibdir. Çünki biz həqiqətən də yüksək bal qarşımıza hədəf qoymuşuqsa, bu sınaqları işləmək bizim üçün çox üstünlük olacaq. Birinci sualdan başlayaq. Ümumi sahəsi 2 milyon hektar olan əkinçilik üçün yararlı ərazinin 700 min hektarına buğda əkilib, 300 min hektarına qarğıdalı, 200 min hektarına çəltik, 250 min hektarına isə pambıq əkilmişdir. Buna əsasən əkilməyən sahənin sektor bucağına doğru təyin edildiyi bəndi müəyyən edin. Demək, hər hansı bir ərazi var. Bu ərazinin sahəsi 2 milyon hektardır. Amma 2 milyon hektarın hər biri hamısından istifadə olunmayıb. Müəyyən qədərindən istifadə olunmayan hissəsi var. Biz həmin o istifadə olunmayan, yəni əkilməyən hissənin sektor bucağını tapmalıyıq. Gəlin görək bəs nə qədər istifadə olunub. İstifadə olunanlar 700 min hektar buğda, 300 min hektar qarğıdalı, 200 min hektar çəltik və 250 min hektar pambıqdır. Bunların ümumi cəmi eləyir 1,45 milyon. Yəni 2 milyon hektar olan əkinçilikdən 1,45 milyon hektarı istifadə olunub. İstifadə olunmayan, yəni əkilməyən 550 min hektardır. Bizdən də bunun sektor bucağını tapmağımız tələb olunur. Bəs sektor bucağı nədir? Sektor bucağı hər hansı bir dairədə iki radiusun arasında qalan demək, bucaq hesab olunur və sektor bucağı maksimum 360 dərəcədir. Hər hansı bir ərazi üçün sektor bucağının təyin olunması maksimum 360 dərəcə olur. Çünki dairə özü 360 dərəcədir ona görə. İndi bizə lazımdır belə bir tənasüb yazmaq. Bu ərazinin, əkinçilik ərazisinin ümumi sahəsi 2 milyondur. Yəni 2 milyon sahə hektar, 2 milyon hektar. Uyğun gəlir 360 dərəcəyə. 360 sektor dərəcəsinə uyğun gəlir. Bəs 550 min, yəni əkilməyən neçə dərəcəyə uyğun gələr? X dərəcəyə. Buradan tapırıq ki, demək 550 mini 360-a vurub 2 milyona bölmək lazımdır və cavab edir 99 dərəcə. Demək ki, əkilməyən sahənin sektor bucağı 99 dərəcədir. İkinci sualda deyir ki, yamacda yerləşən iki nöqtədən biri 400 metr, digəri 22.000 metr yüksəklikdə yerləşir. Bu iki nöqtə arasındakı meyilliyin 8% olduğunu bilərək onlar arasındakı məsafəni hesablayın. Meyilli ilə bağlı belə bir düstur qeyd edəcəm. Hündürlük fərqi bölünsün məsafəyə, vurulsun 100%. Bu bizim meyilli ilə bağlı düsturumuz. İndi sualın şərtində bir yamac verilib. Yamacın üzərində 2 dənə məntəqə verilib. Məntəqənin biri 400 metr hündürlükdədir. Digəri ondan yuxarıda 2000 metr hündürlükdədir. Biz nə tapa bilərik? Bu iki məntəqə arasındakı hündürlük fərqini. 2000-dən 400-ü çıxarıq, qalar 1600. 1600 metr. Bölərik bunu məsafəyə. Məsafəni bilmirik. Bunu bizdən tələb edir, soruşur. Vurarıq 100%-ə, bərabər olar 8%-ə. Sualın şərtindəki düstura əsasən hesablama bu formada aparılmalıdır. İndi buradan biz məsafəni tapanda nə edirik? 1600-ü 100-ə vurub 8-ə bölürük. Bu da eləyir 20.000 metr. Amma bizdən cavablar kilometrlə tələb olunur. Ona görə 20.000 metrdə 20 kilometrə bərabərdir. Cavab C variantı olacaq. Üçüncü sualda qeyd olunur ki, yer kürəsinin orbit müstəvisinə meyillik bucağının dəyişməsi nəticəsində şimal coğrafi qütbü ilə şimal qütb dairəsi arasındakı ən qısa məsafə 3330 km olmuşdur. Buna əsasən Günəş hansı ölkələrdə zenitdə ola bilər? İndi yerin orbit müstəvisinə meyillik bucağı 66.5-dir. Yəni qütb dairəsi 66.5 dərəcədən keçir. Qütblərdə 90 dərəcədən keçir. Hal-hazırda şimal qütbü ilə şimal qütb dairəsi arasındakı məsafəni tapmaq üçün 90-dan çıxırıq 66.5-i, vururuq 111-ə. Bu da tamam fərqli bir ədəd edir. Yəni 3330 eləmir. 3330 eləməsi üçün yerin orbit müstəvisinə meyillik bucağı dəyişməlidir. Yəni 66.5 dərəcə olmalı deyil. Neçə olmalıdır? İndi onu tapmaq lazımdır. Gəlin tapaq. Yazırıq. 3330 bölünsün 111 bərabərdir 30 dərəcə. Biz kilometr dərəcəyə çevirdik və tapdıq ki, şimal qütbü ilə şimal qütb dairəsi arasındakı dərəcə fərqi 30 dərəcəyə bərabərdir. İndi buradan rahatdır. Şimal qütbü 90 dərəcədən keçir. Bu zaman bizə aydındır ki, artıq şimal qütb dairəsi də 60 dərəcədən keçməlidir ki, bunların fərqi 30 dərəcə versin.
Şimal qütb dairəsi 60 dərəcədən keçirsə, demək ki, cənub qütb dairəsi də buradan keçir və qütb dairələri 60 dərəcədən keçirsə, bu zaman tropiklər 30-dan keçməlidir artıq. Əvvəlki qaydamızda 23.5-dən tropiklər keçirdisə, artıq tropiklər 30-dan keçəcək. Çünki sualın şərtində yerin orbit müstəvisinə meyillik bucağı dəyişib. Bu qeyd olunur. Bizə lazımdır ki, 30 dərəcə şimal enliyi, eyni zamanda 30 dərəcə cənub enliyi və bu tropiklərin içərisindəki məntəqələrdə yerləşən nəyi tapmaq? Ölkələri tapmaq. A variantına baxaq. İran, Mərakeş, Küveyt, Nepal. Nepalın ərazisinə baxırıq. Nepal burada yerləşir və bu da şimal tropik xəttidir. Bizə lazımdır 30 dərəcə enliyin keçdiyi, təxminən buradan, bəlkə də biraz yuxarıdan keçən, buradan keçən 30 dərəcə şimal enliyini kəsdiyi və ondan aşağıda qalan məntəqələr. Nepal da həmin ölkədir ki, 30 dərəcə şimal enliyindən aşağıda yerləşəcək və burada günəş zenitdə ola biləcək. Daha sonra burada Küveyt var. Küveyt də 30 dərəcə şimal enliyindən aşağıya düşəcək və Küveytdə ərazisində günəş zenitdə ola biləcək. Digər variantımızda digər ölkələr İranla Mərakeşdir. Gəlin onlara da baxaq. Mərakeş. Mərakeşin ərazisi bax bura qədər davam edir. Təxminən 23.5 enliyə qədər gəlib çatır, yaxınlığında yerləşir. Bizə də 30 dərəcə enliyin keçdiyi ölkələr lazımdır. Mərakeşdə günəş zenitdə ola bilər. Digər ölkəmiz İrandır. İran ərazisi də baxın burada yerləşir, bu zonada yerləşir və İranın ərazisi də demək olar ki, günəşin zenitdə ola biləcəyi ərazi kimi götürmək olar. Burada bizim cavabımız olur İran, Mərakeş, Küveyt, Nepal. A variantı. Sual 4. 12-ci saat qurşağının qərb sərhədi ilə 10-cu saat qurşağının şərq sərhədi arasındakı yerli vaxt fərqini müəyyən edin. Bir-bir bunları işləyək. Deməli, birinci qeyd eləyək başlanğıc meridianı, 0-cı saat qurşağı. Daha sonra 10-cu saat qurşağının orta meridianı qeydləmək lazımdır. Bu 10-cu saat qurşağı. Orta meridianı tapmaq üçün, daha doğrusu, şərq sərhədini tapmaq üçün orta meridian tapılmalıdır. Orta meridian olacaq 10/15, yəni 150 dərəcə şərq uzunluğu. 150 şərq uzunluğunun şərq sərhədi düşür, üzərinə 7.5 dərəcə gələrək tapırıq 157.5 dərəcə şərq uzunluğu. Bu 10-cu saat qurşağının şərq sərhədi. İndi isə 12-ci saat qurşağının qərb sərhədini tapaq. Bu 12-ci saat qurşağı. 12-ci saat qurşağının orta meridianı 180 dərəcədir. Həmin ərazinin qərb sərhədi düşür. 7.5 dərəcədən çıxmaqla 172.5 dərəcə şərq uzunluğu. Bu iki məntəqə arasındakı yerli vaxt fərqini tapmaq bizdən tələb olunur. Nə edərik? Hər iki məntəqəni dərəcəni bir-birindən çıxarıq. 172.5-dən 157.5-i çıxarıq. Eləyər 15 dərəcə. 15 dərəcən 1 saata bərabərdir. Amma bizdən cavabda saat kimi yox, dəqiqə kimi tapmaq tələb olunur. 1 saatim da 60 dəqiqə bərabərdir. Cavab olar D variantı, 60 dəqiqə. 5-ci sual qeyd olunur ki, doğru fikirləri müəyyən edin. Birinci, Atlas, And və Pireney dağları 3 yarımkürədə yerləşir. Həqiqətən də Atlas dağlarını Qrimviç xətti kəsir. Ona görə həm şimal, həm şərq və qərb yarımkürəsi 3 yarımkürədə yerləşir. And dağlarını ekvator xətti kəsir. Ona görə həm şimal, həm cənub, həm də ki qərb yarımkürəsinə düşür. 3 yarımkürədə yerləşir. Pireney dağları da həmçinin Pireney dağlarını Qrimviç xətti kəsir və buna görə də şərq, qərb və şimal yarımkürəsində yerləşir. Demək, 3 yarımkürədə yerləşən dağlar o kimi götürmək olar, hər 3 dağın üçündə. Birinci fikir doğru fikirdir. Keçək digər məlumatlara. Qafqaz dağlarının mütləq hündürlüyü Tibet dağlıq yaylasından çoxdur, daha çoxdur. Qafqaz dağlarının mütləq hündürlüyü 5642 metr. Tibet yaylasında isə 5000-ə yaxındır. Bu fikir doğru fikirdir. İkini də götürmək olar. 3. Appalas dağlarının şərq, Ural dağlarının qərb yamacları daha çox yağıntı alır. Appalas dağlarının şərq ətəkləri düşür okean sahilinə, doğru fikirdir. Ural dağlarının isə qərb yamacları daha çox yağıntı alır. Çünki Ural dağlarının qərb yamacı okeanlara daha yaxındır, nəinki şərq yamacı. Şərq yamacı artıq materikin daxilinə
düşür, Avrasiya materikinə daxilinə düşür və burada mülayim iqlim qurşağının kəskin kontinental tipi səciyyəvidir. Bu fikir doğru fikirdir. 3. 4. Momotombo, Orizaba və Reyner vulkanları Latın Amerikası ölkələri arasında yerləşir. Reyner vulkanı Amerikadadır. Amerikadakı Latın Amerikası ölkəsi hesab olunmur. Ona görə bu fikir səhvdir. Növbəti fikrimiz olacaq, demək 5, 6, 5-ə baxırıq. Skandinaviya, Əjdaha və Appalaç dağları geosinklinalın inkişafının ilk mərhələsindədir. Əslində ilk yox, demək burada götürməliyik 4-cü mərhələsində. Bunlar qədim dağlar hesab olunur. Bu fikir də səhvdir. 6. Qədim olmasına baxmayaraq Tian-Şan dağlarının mütləq hündürlüyü Alp və Kordilyer dağlarının hündürlüyündən daha çoxdur. Təbii ki, bu fikir doğru fikir olacaq. Çünki Tian-Şan dağlarının hündürlüyü 7000 metrdən yüksəkdir. Alp dağları 4807, Kordilyer isə 6194 metr hündürlüyü var. Bu da doğru fikirdir. Cavab götürmək olar 1, 3, 6. Aşağıdakı verilən şəkildə Cənub Amerikanın oroqrafik profili verilib. Profilin hansı paralel üzərində aparıldığı təyin edin. Profilə baxanda görürük ki, burada sakit okeandan başlayır. Daha sonra 5000 metr hündürlüyə qədər qalxır. Daha sonra demək Cənubi Amerika materikinə daxilindəki Paragvay çayı, sonra Parana çayı bu ərazilərdən keçir və Atlantik okeanında bitir. Gəlin baxaq görək bu hansı enlik üzərində aparıla bilər. Demək bizdə hündürlük 5000 metrə yaxın, daha sonra Paragvay çayı və Parana çayını qeyd etmişik. Parana çayı, Paragvay çayı, daha sonra 5000 metr hündürlük. Buradan da gəlib keçən paralel təxminən 20 dərəcə cənub enliyinə uyğun gəlir. 20 dərəcə cənub enliyi. Cavab olar burada Y variantı. 20 cənub enliyi. Balkan yarımadasında əhəngdaşı süxurları ilə örtülü olub, intensiv yuyulmaya məruz qalan plato. Karst platosundan söhbət gedir. Cavab B variantı olacaq. Balkan yarımadası Avropanın cənubunda yerləşən yarımadadır. 8. Çayın 20 saniyədəki su sərfi 7500 kub metrdir. Çayın 125 sutka müddətində axıdacağı suyun həcmini kub kilometrlə hesablayın. 20 saniyədəki su sərfi əgər 7500-dürsə, biz çayın saniyəlik su sərfini tapa bilərik. Nə etmək lazımdır 1 saniyə tapmaq üçün? Deməli, 7500-ü 20-yə bölmək lazımdır. Bu da eləyər 375. Yəni, bu çayın saniyəlik su sərfi 375-ə bərabərdir. Daha sonra bizə lazımdır çayın 1 illik su sərfini tapmaq. Çünki niyə? Bizdən 125 sutka ərzində axıtdığı suyun həcmini tapmaq tələb olunur. 1 illik, saniyəliyi biliriksə, illik tapmaq rahatdır. Belə bir düsturdan istifadə etmək olar. Demək, 375 vurulsun 31,5 bölünsün 1000-ə. Bərabər olar 11,8-ə. Bu çayın 1 il ərzində axıtdığı suyun həcmidir. 1 ilimiz neçə gündür? 365 gün. Əgər bu çay 365 gündə 11,8 deyək ki, kub metr su istifadə edirsə, bəs 125 gündə nə qədər istifadə edəcək? X. Buradan da X bərabərdir. X bərabərdir. 11,8-i 125-ə vurub 365-ə böləcək. Bu da edəcək 4,5. 4,5. Yəni B variantı. Sual 9. Aşağıda verilmiş dağ zirvələri və aşırımın hansı inzibati rayonların sərhədində yerləşdiyini müəyyən edin. Böyük Kirs 2725 metr hündürlüyə malikdir. Qarabağ silsiləsində yerləşir. Qırqız zirvəsi də həmçinin Qarabağ silsiləsinə düşür. Ömər aşırımı, demək, Murovdağ silsiləsində yerləşir. Dəridağ zirvəsi Qarabağ vulkanik yaylasında yerləşir. Böyük Kirs götürəcək Şuşa və Xocavənd. Daha sonra Qırqız zirvəsi uyğun gəlir Laçın və Xocalı. Ömər aşırımı Kəlbəcər və Göygöl.
Dəyərli dağ isə Laçınla Kəlbəcər. Cavab olar Y. Sual 10. Yanvar ayında 1 kub metr havanın su buxarı ilə doyma həddinin daha yüksək olduğu əraziləri müəyyən edin. Demək, Qərbi Avstraliya yaylası, Namib səhrası və Atakama səhrası, Cənub yarımkürəsində yerləşən ərazilər. Bunlarda yanvar ayında 1 kub metr havanın su buxarı ilə doyma həddinin daha yüksəkdir. Yəni, belə götürürük ki, yanvar ayı şimal yarımkürəsi üçün qış, cənub yarımkürəsi üçün yay ayları hesab olunur. Və 1 kub metr havanın su buxarı ilə doyma həddinin çox olması üçün temperatur yüksək olmalıdır. Yanvar ayında temperaturun yüksək olduğu məntəqələri seçmək tələb olunur. Bu da cənub yarımkürəsindəki məntəqələr hesab olunur. A variantında Kaskad dağları, hamısı bunların şimalda yerləşir. B variantındakılar şimalda yerləşir. C variantında Qızılqum falan bunlar həmçinin şimaldadır. Y variantında Colorado platosu, Appalas dağlarının şimal ətəkləri bunlar şimala düşür. 11-ci sual. Xəritə sxemə əsasən rəqəmlərə müvafiq gələn coğrafi obyektləri müəyyən edin. Baxaq. Deməli, burada Nil çayı qeyd olunmuşdur və Nilə müvafiq olaraq birinci məntəqədə Nil çayı üzərindəki Nasir su anbarı və yaxud Asuan. 2. Nil çayının qolu Mavi Nil. 3. Demək, bura Tana gölü. 4. Assal gölü qeyd olunmuşdur. Baxaq variantlara. Demək, burada birinci variantda qeyd olunan, yəni A variantında qeyd olunan məlumatlar doğru məlumatlardır. Cavab olacaq A variantı. 12. Əsas iqlim qurşaqlarına aid olan xüsusiyyətləri müəyyən edin. Öz hava kütlələri mövcuddur. Bəli. Avstraliya materikində rast gəlinir. Tropik iqlim qurşağı var. 2 səhvdir. 4. Şimali Amerikanın şimal, Cənubi Amerikanın isə cənub ucqar nöqtələri yerləşir. Burada demək, yox. Şimali Amerikanın şimal Mertson burnu, Cənubi Amerikanın isə cənub. Bu doğru fikirdir. Çünki Şimali Amerikanın şimal ucqar nöqtəsi düşür Arktikə, Cənubi Amerikanın cənub ucqar nöqtəsi isə düşür mülayimə. Doğru fikirdir. 4-də olacaq cavabda. 6. Odlu torpaq Saxalin və Kuba adalarında yayılmışdır. Odlu torpaqda mülayim, Saxalində mülayim, Kubada isə tropik. Bu da doğru fikirdir. Cavab Y variantı. 15-də qeyd olunur ki, Kətidağdan qərbdə yerləşən gölləri müəyyən edin. Kətidağ Kəlbəcər rayonunda yerləşən bir dağdır və həmin məntəqədən qərbdə yerləşən göllər olacaq Böyük Alagöllə Kiçik Alagöl. Niyə? Çünki bu göllər həmin ərazidən, yəni Kətidağdan sol tərəfə düşür. Xəritə üzərində görsək, bunlar yəni qərbdə yerləşir. Cavab 1-2, yəni A variantı uyğun gəlir. Sual sayı 16. Cədvələ əsasən doğru sıraları müəyyən edin. 1. Azov dənizi və Qara dəniz. Bunları Kerç boğazı ayırır. Yerləşdiyi işıqlanma qurşağı mülayimdir. Yerləşdiyi yarımkürə şimal və şərqdir. Yəni, burada problem yoxdur. 1 doğrudur. 2-yə baxaq. Arafor dənizi, Mərcan dənizi. Bunları ayırır Torres boğazı. İşıqlanma qurşağı tropik. Yerləşdiyi yarımkürə cənub, şərq və qərb. Arafor dənizi ilə Mərcan dənizi. Bunlar Avstraliya materikinin sahilində yerləşir və həmin ərazilər şərq yarımkürəsinə düşür. Qərb yarımkürəsinə düşmür. Bu fikir səhvdir. 2 olmaz. 1, 4, 5 və 1, 5, 6. Buradan da belə bir nəticə gəlir ki, cavabda ya demək 4 ya da 6 olmalıdır. Çünki 1, 5 hər iki variantda var. 4-də qeyd olunur ki, deməli
Oxot dənizi, Yapon dənizi. Bunları Tatar boğazı ayırır. Mülayim işıqlanma qurşağında yerləşir. Şimal və şərq yarımkürəsinə düşür. 4 doğrudur. Cavab olar 1, 4, 5. 17-ci sual. Xəritə sxemə əsasən rəqəmlərə müvafiq gələn körfəzləri müəyyən edin. 1. Botnik körfəzi. 2. Demək, Fin. 3. Riga. 4. Qdansk körfəzi. Cavab olar B variantı. 18. Yunanlar, Bolqarlar və Rumunlar hansı sivilizasiyaya aiddirlər? Təbii ki, pravoslav sivilizasiyası. Cavab C variantı. 19-cu sual. Mənsəbləri əsas və keçid iqlim qurşaqlarında yerləşən çayları müvafiq olaraq qruplaşdırın. Parana çayı. Parana çayının mənsəbi düşür subtropikə. Lena çayı düşür mənsəbi Arktika. Dunay çayının mənsəbi düşür mülayim iqlim qurşağına. Yansızı subtropik. Yukon çayı subarktik. Niger çayı ekvatorial. Şare çayı subekvatorial və Amur çayı mülayim. Deməli, buradan indi biz nə edirik? Birincidə əsas iqlim qurşaqların, ikincidə keçid iqlim qurşaqlarını seçməliyik. Əsaslara uyğun gəldi 2, Arktik, 3, mülayim, sonra 6 Nigerdə ekvatorial, bir də 8 mülayim. 2, 3, 6, 8. Digər variantlarda da ikinci məntəqəyə uyğun gəlir. Cavab D variantı. 20-ci sualda isə Xəzərin şlef zonasında yerləşən neft yataqlarını müəyyən etmək tələb olunur. Deməli, Oğuz Əşrəfi Qarabağ, Alov İnam Danılduzu. Biz götürürük Xəzərin dənizdəki yataqlarını. Qaraçala, Siyəzən, Bibi Heybət. Bunlar neftin qurudan çıxarılan yataqlarıdır. Amma Oğuz, Qarabağ və Əşrəfi isə Xəzər dənizindən çıxarılan yataqlardır. 1, 2, 4. 21-ci sual. Savanna və seyrək meşələr təbii zonasının yayıldığı coğrafi obyektləri müəyyən edin. Yucatan yarımadası. Yucatan yarımadasında savanna və seyrək meşələr təbii zonasına rast gəlinir. Demək, 1-i götürmək olar. 2. Madagaskar adası. Madagaskar adasında da savanna və seyrək meşələr təbii zonasına rast gəlinir. Deməli, burada cavabda 1 də var, 2 də var. 1, 2 var. E, 1, 2, 5, 1, 2, 6. Ya 5 ya 6. Bunlardan birini götürəcək. 5-ə baxaq. Arnhemland yarımadası. Arnhemland yarımadası həmin ərazilərdə savanna və seyrək meşələr təbii zonasına rast gəlinir. Bu da doğru fikirdir. Deməli, burada uyğunluq təşkil olundu. 1, 2 və 5. Cavab B variantı 21-də. 22-yə baxaq. 22. Euler Venn diaqramını tamamlamayan fikri müəyyən edin. Samur Yalanma Milli Parkı, Ağgöl Milli Parkı və Qızılağac Milli Parkı. A variantı ərazilərində çəmən bataqlıq torpaqları geniş yayılmışdır. Geniş yayılmışdır fikrinə baxırıq. Çəmən bataqlıq torpaqları əsasən qurut sularının yer səthinə yaxın olduğu ərazilərdə yayılıb. Burada da 3 Milli Parkın üçünə də bu fikri aid etmək olmaz. Elə A variantı Venn diaqramını tamamlanır. Hansı su hövzələrində qoruq və ya milli parklar fəaliyyət göstərir? Ağzıbirçala gölü. Burada hər hansı bir qoruq və yaxud da ki, milli park yoxdur. Ağzıbirçala gölündən sonra yuxarı Xanbulan çay su anbarı. Bu ərazilərdə Hirkan Milli Parkı fəaliyyət göstərir. Yəni 2 doğrudur. Maral göl. Maral göl tərəfdə Göygöl Milli Parkı var və
3 də cavabda var. 5. Batabat gölü. Batabat gölü ətrafında da Həsən Əliyev adına Zəngəzur Milli Parkını qeyd etmək olar. 2, 3, 5. Y variantı. Aşağıda verilmiş xüsusiyyətlər hansı fiziki coğrafi rayona aiddir? Şimal hissəsində günəşli saatların miqdarı azdır. Həm yarımsəhra, həm düzən meşə landşaftları mövcuddur. Bir hissəsi okean səviyyəsindən aşağıdır. Vulkanik ayla ola bilməz. Şərir ordubad olmaz. Daha sonra Qanıq Əyriçay olmaz. Abşeron Qobustanda düzən meşələr yoxdur. Samur Dəvəçovalı A variantı. Yəni Samur Dəvəçi fiziki coğrafi rayonu daha doğrusu götürsək düzgün cavab hesab olunacaq. Cavab 1 A variantı. Samur Dəvəçi fiziki rayonu. Həm şimal hissəsində günəş saatları miqdarı azdır. Çünki şimal hissəsi artıq yüksək dağlığa gedib çıxır, həm də ki tropik xəttlərdən uzaqlaşır. Burada həm yarım səhra, həm də ki düzən meşə landşaftları mövcuddur. İnterazonal landşaft burada var, şollar düz tərəfdə. Bir hissəsi də okean səviyyəsindən aşağıdır, çünki Xəzər dənizinin sahilində yerləşir. 25. İki işıqlanma qurşağında yerləşən ölkələri müəyyən edin. Həmin ölkələri ya tropik xəttlər, ya da qütb dairələri kəsməlidir. A variantında Avstraliya demək burada tropik xətt tərəfindən kəsilir və iki işıqlanma qurşağına düşür. Amma Monqolistan cavabı pozur. A ola bilməz. B variantı Meksika, Misir, Qazaxıstan. Yenə də burada B variantında uyğunsuzluq var. Qazaxıstan. C. Türkiyə ola bilməz. Türkiyə yalnız mülayim işıqlanma qurşağında yerləşir. D variantında İsveç. İsveçi şimal qütb dairəsi kəsir. Çili tropik xətti kəsir. Namibiya cənub tropik xətti kəsir. Hindistan şimal tropik xətti kəsir. Bu variantdakı ölkələrin 4-ü də 2 dənə işıqlanma qurşağına düşür. İsveç həm mülayim, həm qütb. Çili həm tropik, həm mülayim. Namibiya həm tropik, həm mülayim. Hindistan da eyni zamanda həm tropik, həm mülayim. Cavab D variantı. 26. Cədvələ əsasən doğru sıraları müəyyən edin. Dil ailəsi verilib, qarşısına ona aid olan dil qrupu verilib, ona da uyğun gələn xalqlar. 1. Altay dil ailəsinə Tungus Manjus qrupunda evenklər. Bu doğrudur. 1. Doğru. 2-yə baxaq. Hind-Avropa dil ailəsi, Hind-Ari qrupu və Pəncablar. Hind-Avropa dil ailəsinin Hind-Ari qrupuna aiddir Bengallar, Hindistanlılar və Pəncablar. Bu da doğrudur. 2-də də problem yoxdur. Demək, cavab olacaq C variantı. 6-da qeyd olunub Hind-Avropa dil ailəsi, İran qrupu və Kürdlər. Hind-Avropa dil ailəsinin İran qrupuna aiddir Farslar, Kürdlər, Taciklər və Əfqanlar. Bu da doğrudur. Cavab olar C variantı. Günəş sisteminə daxil olan planetləri xəyali ox ətrafında fırlanma müddətinin artmasına görə sıralayın. Demək, Günəşdən uzaqlığına görə planetləri belə qruplaşdırmaq olar. Merkuri, Venera, Yer, Mars, Yupiter, Saturn, Uran, Neptun. Və bu ardıcıllıq burada xarici planetlər verilmişdir. Xarici planetlərə əsasən bu ardıcıllıq yerin, daha doğrusu yerdən kənar digər planetlərin öz ox ətrafında fırlanma sürətinin artma ardıcıllığıdır həmçinin. Yəni Yupiterdən başlayırıq. Yupiter, Saturn, Uran, Neptun. Bu ardıcıllıq planetlərin öz oxları ətrafında fırlanma sürətinin artması formasında verilir zaten. Cavab olar burada D variantı. Öz ox ətrafında ən sürətlə fırlanan planet Neptun, ondan əvvəldə Uran, ondan əvvəldə Saturn və ondan da əvvəldə Yupiter olacaq. 3, 4, 2, 1. D variantı. Vladivostok limanı yerləşir Oxot dənizində
Aid olduğu ölkə Rusiya. Ölkə olaraq Rusiyadadır, bəli, amma Oxud dənizi yox, Yapon dənizinin cənub hissəsində yerləşir. Bir səhvdir. 2. Antwerpen limanı Belçikaya məxsusdur. Bu hissəsi doğrudur. Və həmçinin də elə Şimal dənizində yerləşir. Doğrudur. 3. Yeni Orlean Amerikaya məxsusdur və Amerikada Meksika körfəzinin sahillərində yerləşən dəniz limanıdır. Doğru. 4. Marsel Fransanın limanı hesab olunur. Aralıq dənizinin daxilində yerləşir. 2, 3, 4. Cavab C variantı. Burada 5-də Kobe limanı qeyd olunub. Kobe Koreyaya yox, Yaponiyaya məxsusdur. Səhvdir. Belə. Cavab oldu burada C variantı. Ölkə əhalisinin ümumi sayı 2015-ci ildə 64 milyon nəfər, ümumi daxili məhsulda ölkənin adam başına düşən illik gəliri 12 min dollar. Ölkənin xarici borcunun isə ümumi daxili məhsulun 5% qədər olduğunu nəzərə alaraq adam başına düşən xarici borcun neçə ABŞ dollar olduğunu müəyyən edin. Verilmiş məlumatlara əsasən biz ümumi daxili məhsulun ümumi məbləğini hesablaya bilərik. Bunun üçün əhalinin sayını ümumi daxili məhsulun adam başına düşən sayına vurmaq lazımdır. Gəlirinə vurmaq lazımdır. Yəni 12.064 milyona vurmaq lazımdır. Bu da eləyər 768 milyard. Demək, ümumi daxili məhsul məbləği 768 milyard olacaq. Daha sonra bizə deyir ki, ölkənin xarici borcunun isə ümumi daxili məhsulun 5% qədərdir. Yəni bunun 5% ölkənin xaricdəki borcudur. İndi gəlin görək 768 milyardın 5% nə qədər edir? Bu da eləyər 38 milyard 400 milyon. Demək, 400 milyon. Biz tapdıq ki, demək, bu ölkənin xarici borcu 38 milyon 400 milyondur. 38 milyard 400 milyon. Bizdən soruşur ki, adam başına düşən xarici borcu hesablayın. Adam başına düşəni tapmaq üçün bunu bölürük əhalinin sayına, yəni 64 milyona. Bu da eləyər 600 nəfər. Cavab B variantı. 30. Eyler-Venn diaqramına əsasən uyğunluğu müəyyən edin. Burada Niger və Laos ölkələrinin Venn diaqramında qeydi var və biz həmin dövlətlərə aid olan məlumatları seçməliyik. Materik daxili mövqeyə malikdir. A variantında yazır. Bu hər ikisinə aiddir. Həqiqətən də həm Niger Afrikada, həm də Laos Asiyada materik daxili mövqeyə malikdir. A-nı götürəcəyik 3-ə. B. Ərazisindən axan ən uzun çay yayda bol sulu olur. Deməli, ərazisindən axan ən uzun çay yayda bol sulu olur. Niger çayı Nigerdən axır və yayda bol sulu olur. Çünki Niger çayı əsasən subekvatorial iqlim qurşağından keçir və ekvatorial iqlim qurşağına tökülür. Subekvatorialda da çayların əsas hissəsi yayda bol sulu olur. Laosdan isə keçən çay demək Mekong çayıdır və həmin ərazilər də subekvatorial iqlim qurşağında yerləşir. Ona görə də yayda həmin çayların suyu bol olacaq. B də hər iki varianta uyğun gəlir. A, B. C-yə baxaq. OPEC təşkilatına üzv olan ölkələrlə həmsərhəddir. OPEC-ə üzv olan ölkələr Afrikanın şimal ölkələridir. Niger də bu ölkələrlə həmsərhəddir. Yəni bu fikir, C fikri uyğun gəlir 1-ə. 4, yəni D. Yarımadada yerləşir. Laos düşür Hind, Çin yarımadasına, amma Niger yarımadada yerləşmir. Yarımada D fikrini götürürük Laosa. Sosialist ölkədir. Laos E variantı. Gedir 2-yə. Laosdur, Vyetnamdır, sonra Koreya Xalq Demokratik Respublikası da bunlar sosialist ölkələr qrupuna aiddir.
Cavab olacaq Y. 1-də C, 2-də D ilə Y, 3-də A-nan B. Başlanğıcını Bəhramtəpə su qovşağından götürən suvarma kanalları Yuxarı Qarabağ Mingəçevir su anbarından başlayır. Baş Mil, Milmuğan su anbarından başlayır. Baş Muğan Bəhramtəpə su qovşağından başlayır, amma Xanarx demək şimaldadır. Ümumiyyətlə ölkəmizin şimal hissəsinə uyğun gəlir. Bəhramtəpə su qovşağından başlamır. Əzizbəyov Baş Mil. Bununla çıxmışıq. Y variantı Baş Muğan Əzizbəyov. Cavab Y variantı. Həm Baş Muğan su kanalı, həm də ki Əzizbəyov su kanalı başlayır. 32. 49 şərq uzunluğu və 40 şimal enliyinin kəsişdiyi məntəqə hansı iqtisadi rayonun ərazisinə uyğun gəlir? Demək, burada baxaq. 49 şərq uzunluğu buradan keçən meridiandır. 40 şimal enliyi də buradan keçən paraleldir. Bunların kəsmə nöqtəsi təxminən bura, yəni Şirvan-Salyan iqtisadi rayonuna düşür. Burada cavab olar Y variantı. Xəritə sxemi əsasən Venn diaqramına tamamlayın. A. İspaniyadır. B. Almaniyadır. C. Macarıstandır. Bunların hər üçünə aid olan məlumatları seçməyi tələb olunur. 1. Avropa İttifaqı və NATO təşkilatına üzv ölkələrdir. Hər üç ölkə üçün bu məlumatı götürmək olar. Deməli, 1 doğru. Əhalinin əksər hissəsi Hind-Avropa dil ailəsinə mənsubdur. Macarlar Fin-Uqor dil ailəsinə mənsubdur. Finlər, Estonlar və Macarlar. 2 səhvdir. 2 yoxun gəlmir. Demək, cavab 1, 3, 6 və yaxud 1, 4, 5 olacaq. 3. Paytaxtları okean və ya dəniz sahilində yerləşmir. Həm İspaniyada Madrid şəhəri, həm Almaniyada Berlin şəhəri, eyni zamanda Macarıstan ölkəsi ümumiyyətlə okean və dəniz sahilində yerləşmir. Bu fikir də doğru fikirdir. 3 doğru. Demək, cavab olacaq B variantı. Əhali təbii artımının birinci tipi səciyyəvidir, yəni il ərzində doğulanların sayı 1000 nəfərə 12 nəfərdən azdır. Doğrudur. Cavab oldu B variantı. 34. Eyni adlı çayların keçdiyi şəhərləri müəyyən edin. Ağsu. Ağsu ərazisindən Ağsu çay keçirmi? Keçir. Doğrudur. Balakən çay keçir. Daha sonra Şabran çay yoxdur. Qusar çay keçəcək. Demək, 1, 2 və 4 A variantı. Qubadlı çay, Oğuz çay, bunlar yoxdur. Demək, 1, 2, 4 A variantı olacaq cavabımız. Region əhalisinin orta sıxlığı 200 nəfər bölünmüş kvadrat kilometrdir. 1 illik müharibə nəticəsində region ərazisinin 25%-i işğal edilmiş və regionun ümumi əhalisi 2,2% azalmışdır. Regionun sahəsinin 150.000 kvadrat kilometr olduğunu bilərək, region əhalisinin müharibənin qurtardığı zamana olan orta sıxlığını hesablayın. Gəlin, region əhalisinin ümumi sayını tapaq. Bunu tapmaq üçün nə etmək lazımdır? Deməli, belə bir düsturumuz var. Əhalinin sayı bölünsün ərazinin sahəsi bərabərdir orta sıxlığa. Əhalinin sıxlığına. Yaxşı. Nəyə biliriksə yerinə qoyaq. Region sahəsi. Ərazinin sahəsi verilib 150.000. Yazırıq bura 150.000. 150.000. Daha sonra ərazinin sıxlığı verilib 200. Amma əhalinin sayı verilməyib. Əhalinin sayını tapmaq üçün 200-ü 150.000-ə vururuq. Bu da eləyir 30 milyon. Yadda saxlayaq ki, burada əhalinin sayı 30 milyona bərabərdir bu ölkədə. Daha sonra deyir ki, əhalinin demək 1 illik müharibə nəticəsində region ərazisinin 25%-i işğal edilmişdir. Yəni 150.000 kvadrat kilometrin 25%-i işğal olunub. Görə nə qədər qalıb? Yəni 150.000-i vuracaq 25-ə, böləcək 100-ə. Bu da eləyər deməli hər hansı bir ədəd eləyir, eləsin bizim üçün lazım olan ədəd
150 minin 25% işğal olunandan sonra yerdə qalan ədəddir. Bu da eləyər deməli 150 min çıxılsın 37.500. Bunu hesablayaq. 112.500. Hə. Demək, müharibə nəticəsində region ərazisinin 25% işğal olunandan sonra qalan ərazisi bu qədərdir. 112.500-dür. Daha sonra bu əhali sayının da azalmasına gətirib çıxardır və əhalinin sayı 2,2% azalır. Bayaq əhalini tapmışdıq. Əhalinin sayı 30 milyon idi. Bu dəfə 30 milyonun 2,2%-ni tapmaq tələb olunur. Görək bu neçə eləyər? Bərabərdir. Bu da eləyir 660 min nəfər. Azalır əhali. Əvvəl 30 milyon idi. İndi 30 milyondan 660 min nəfər əhali azalacaq. Görək nə qədər qalacaq? Bundan bunu çıxarıq. Bu da eləyir 29 milyon 340 min nəfər. Bizdən nə soruşur? Deyir, müharibənin qurtardığı zamana olan orta sıxlığı müəyyən edin. Yazacaq əhalinin sayı bölünsün ərazinin sayısına. Əhali sayı 29 milyon 340 min nəfər. Ərazinin sayısı isə nə qədər oldu? 112.500. O da bərabərdir. 260,8 nəfər bölünmüş kvadrat kilometr A variantı. 36. Ölkəmizin fiziki coğrafi xüsusiyyətlərinə aid olan doğru fikirləri müəyyən edin. Gorançay, Tikanlıçay və Əyləncəçayın qidalanmasında yeraltı sular üstünlük təşkil edir. Tikanlıçay və Əyləncəçayın qidalanmasında. Əyləncəçay, Naxçıvandakı Əyləncəçaydan söhbət gedir. Bəli, bu fikir doğru fikirdir. Cavabda 1 var. 1 varsa ya 3 ya 5 ilə işləyək. 3-ə baxaq. Bədo və Darıdağ mineral bulaqlarının yerləşdiyi tektonik zonalarda yağıntıları bərabər paylanan mülayim isti iqlim yarımtipinə rast gəlinir. Bədo İsmayıllıdadır, Böyük Qafqaz tektonik zonasındadır. Darıdağ Naxçıvanın yüksəkdağlıq hissəsində və düşür Kiçik Qafqaz tektonik zonasına. Həm Böyük Qafqaz, həm də Kiçik Qafqaz tektonik zonasında yağıntıları bərabər paylanan mülayim isti iqlim tipinə rast gəlinir fikri doğru fikirdir. Cavab 1-3, B variantı. Burada deməli biz baxırıq. İkinci iqtisadi rayonda, yəni Şəki-Zaqatala iqtisadi rayonunda Gürcüstanla sərhəddə yerləşən Balakən rayonu keçid məntəqəsinin olduğu rayondur. 2 olmaz. Daha sonra 6-cıya baxaq. 6-cı Lənkəran-Astara iqtisadi rayonu. Burada İranla sərhəddə Biləsuvarı, yox, Biləsuvar buraya uyğun gəlmir, amma Astara. Astaranı bura biz götürməliyik. Astara sərhəd keçid məntəqələrinin olduğu yerdir. 6 da olmaz. Astara burada sərhəd keçid məntəqəsidir. Daha sonra 3-cü iqtisadi rayon Quba-Xaçmaz iqtisadi rayonunda Rusiya ilə sərhəddə Xaçmaz rayonu sərhəd keçid məntəqəsinin olduğu rayon hesab olunur. Amma 1, 4 və 5 bu iqtisadi rayonlarımız sərhəd keçid məntəqələrinin olmadığı iqtisadi rayonlar hesab olunur. Yəni Gəncə Daşkəsən 1, Qarabağ 4, Milmuğam 5. Cavab D. Cənub və şərq yarımkürələrində yerləşən səhraları müəyyən edin. Atakama cənubdadır, amma şərqdə deyil, qərbdədir. Kalahari, Qaraqum şimaldadır. Qızılqum şimal yarımkürəsindədir. Böyük Qumlu, Kalahari, Namib, Böyük Viktoriya, Afrika və Avstraliyanın səhraları. Cavab D variantı. Y variantı Rubəlxali, Liviya. Bunlar şimal səhraları hesab olunur. 39-da D. Tədqiqatçı 18-ci saat qurşağının orta meridianı və çevrəsinin uzunluğu 20.088 km olan paralel xəttinin kəsişməsindən 3348 km şərq istiqamətində hərəkət edərək çatdığı məntəqədə yerli vaxtla saat 11:00 olarsa, bu zaman 4-cü saat qurşağının orta meridianı üzərində saat neçə olar? O hansı paraleldir ki, onun çevrəsinin uzunluğu 20.088 kilometrdir. 20.088 kilometrə
360 dərəcəyə bölək. Bu da eləsin 55,8 kilometr. Yəni o elə bir paraleldir ki, onun üzərində 1 dərəcəlik qövsün uzunluğu 55,8 kilometrə bərabərdir. Və həmin məntəqədən, həmin paraleldən şərq istiqamətində 3348 kilometr yol getmək. Gəlin görək neçə dərəcə yol getməyə bərabərdir. Yazırıq. 3348 bölünsün 55,8-ə. Bu da eləyər 60 dərəcə. 60 dərəcə. Deməli, həmin paralelin üzərində şərqə doğru 60 dərəcə yol getmək lazımdır. Deyir ki, şərq istiqamətində hərəkət edərək çatdığı məntəqədə, həmin məntəqədə saat 11:00 olarsa. Bu zaman 4-cü saat qurşağının orta meridianı üzərində saat neçə olar? Bir də bizə burada uzunluq verilmişdi əvvəl. 18-ci saat qurşağının orta meridianı. Gəlin görək 18-ci saat qurşağının orta meridianı haradır? Və həmin məntəqədən biz nə edəcəyik? Şərqə doğru 60 dərəcə hərəkət edəcəyik. 18-ci saat qurşağının orta meridianı 90 dərəcə qərb uzunluğu. Bu məntəqədən 60 dərəcə şərqə gedəndə gəlib çatırıq 30 dərəcə qərb uzunluğuna. 30 dərəcə qərb uzunluğu. Və burada saat neçədir? 11:00-dır. Sualın şərtində qeyd olunub. Deyir ki, bu zaman 4-cü saat qurşağının orta meridianında saat neçə olar? 4-cü saat qurşağının orta meridianı 60 dərəcə şərq uzunluğudur. Aralarında 90 dərəcə fərq var, yəni 6 saat vaxt fərqi var. Əgər burada saat 11:00-dırsa, burada olacaq 17:00. Cavab C variantı.